Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Rabbimize şükürler olsun. Uca Allah'ın salamı, salavatı, Peygamberimiz sallallahu aleyhi ve sellem, onun ehli beyt, əshablar üzerine olsun. Uca Allah Teala bizi, ailemizi korusun. Bakın alta buyuruq Kur'an-ı Kerim'de, Qarun hadisəsində mal mülkündən təkəbbürlü elədi, Allah nə elədi, onu yerin dibine batırdı. وَابْتَغِ ف۪ي مَا اَتَاكَ اللّٰهُ الدَّارَ الْآخِرَةِ وَلَا تَنْسَ نَصِيبَكَ مِنَ الدُّنْيَا. Yani ahiret yurdunu unutma. Ahiret yurdu için çalış ve dünyada da nesibini unutma. Subhanallah. Yani mal mülk güzel şeydi ama mal mülk seni Qarun gün təkəbbürlüyə Allah'tan uzaklaştırmasın. O beladır. O mal mülkle Allah'a yakınlaşırsansa o mal mülk xeyirlidir. Bakın deyir ki Sa'di Rahimullah enfiq li ahiretik. Ahiretin için xərclə. Mal mülkün varsa. وَاسْتَمْتِ بِدُنْيَاكَ. Dünyanda faydalan Allah'ın verdiği ruzilerinden. Ama o senin dininden uzaklaştırmasın mal mülk. Ahiretine zarar vermesin. Bu zaman nedir? Mal mülk elbette xeyirdir. Bakın kulle insanın. Her bir insan ne kadar derecesi yüksek olsa da elimde, əməldə her zaman Allah'a möhtacdır. Hidayette, doğru yolda. İnsan deməsin, mən aliməm, mən abidəm, mən bilirəm, öz nəfsini bəyənməsin, öz nəfsinə qürurlanmasın, öz nəfsinə etimad etməsin. Əksinə, hər zaman Allah'ın ona verdiği nimətlər etiraf eləsin, hidayət neməti. Nə qədər insanlar vardı ki, zəkalıdır, amma azğındır, batil yoldadır, ahirətdən nədir? Uzaqdır. Subhanallah. Ona görə ancaq Allah'a acizli etiraf, ona yalvarmaq, Allah'ım sabit eyle bizi bu dünyada, ta bu dünyadan köçüb sənin o gözəl dərgahına qovuşana qədər. Allah'ım sonumuzu gözəl eyle, gözəl sonluqla sənin dərgahına köçməyi nəsib eyle. Allah'ım dünyasını dəyişən valideynlərimizin məkanı cənnət eyle, övladlarımızı salih qullarından eyle, evladı olmayanlara salih evladlar bəxş eyle. Amin.